Kimsəni dəyişməyə cəhd etmə. Əgər o insanın canında, qanında pislik varsa, o daim düzəlməyəcək. O daim son nəfəsinə kimi onunla mübarizə aparacaq. Amma canında, qanında yaxşılıq varsa, əlimdən gəldiyi qədər, bacardığım qədər kiməsə yaxşılıq edim. O ömrün sonuna kimi nə qədər zərbə alsa da, nə qədər yıxılsa da, nə qədər sürütlənsə də, yenə də durub ayağa yaxşılıqdan, daha yaxşı yaxşılıqla məşğul olacaq. Amma negativ enerjide olan, pis değilim, oğluyum, niye o məndən yaxşıdır, niye onu bacardı, niye bu yaxşı görsənir, niye bunu bacarır, niye onu edir deyən insan son nəfəsinə kimi hansı vəziyyətdə olursa olsun, yəni pisliklə məşğul olacaq. Siz onu dayandıra bilməzsiniz. Heç kim onu dayandıra bilməz. Özü-özünün fərqinə varmadıqca, özü-özünün dibini yaşamadıqca, məncə düşünürəm ki, ümumiyyətlə bu mümkün deyil. Ben düşünürdüm mümkün değil de bu praktikaya esasen. Ama mümkün değil. Bu insan düzelmeye çalışmayın. Onu neyse düzeltmek için o insan fərq görmürsə özündə, çox ciddi şəxsiyyət pozuntuları varsa, çox ciddi yəni travmaları var, bunu özündən uzaqlaşdırırsa, elə deyil, belədir. Əsasən də narsistik şəxsiyyət pozuntusu varsa, mümkün değil. O insan nə qədər hansı vəziyyət, həyat şəraiti onu hansı vəziyyətə də salsa, bomboş vəziyyətinə də salsa belə, o insan düzələn deyil. Yəni insanları dibdən düzəltməkdən məşğul olmayın. Artıq mən də məşğul deyiləm. Düşünürüm ki, mümkündür, amma mümkün deyilmiş. Ona görə kim sizi necə görürsə, o özü elədir. Məsələn, şeytan insan, pis niyyət insan, şər insan özü nədirsə, qarşısındakını elə görür, artığını görə bilmir, başqa cür görə bilmir. Amma pozitiv bir insan necədirsə, hər kəsi də elə görəcək. Yəni arxasını görə bilmir ki, bu nəysə pis niyyət ola bilər, pisliklə məşğul ola bilər. Arxasını görə bilmir. O son nəfəsinə kimi yıxılsa da, qalxsa da, yəni o dərs alana kimi, o döngüdən çıxmayana kimi, yəni başa düşsə ki, hər kəs sənin kimin deyil, o şər insan da başa düşsə ki, hər kəs onun kimin deyil, o döngünün daim yaşayacaq. Bu bizim həyat prinsipimizə çevrilir. Həyatımızın bir gəlib getmə mənasının nədən ibarət olduğunu, həyatın mənası yemək, içmək, ondan üstün olun, bunu aldı, onu geyindi, o deyil. Həyatın mənası sən içindeki, ruhundaki enerjini dəyişərək labirintdən çıxasan, bir başqa etapa keçəsən. Sən bunu öz-özündən bacarmırsan. Sənə 100.000 dənə terapiya keç. Xeyri yoxdur, bunu deyim. Bunun nöqtəsini qoyun burada. Amma insanın həyatını, inanın ki, məntiq idarə etmir. Elə olsaydı, yəni illərdən sonra həyatın məntiq və ağıl üzərində qurulmasını arxasınca qaçmazdım. Bu deyil. Həyatı enerji idarə edir. Sənin enerjin dəyişirsə, həyatın son nöqtədən dəyişir. Sənin həyatın dəyişir. Bəli, məntiqlə sənin həyatını dəyişə bilərlər. Sənin yaxşı gedən həyatını alt-üst edə bilərlər. Bəli, əgər onu Allah istəsə, alt-üst etdikləri həyatdan daha yüksəyinə çıxardır səni. Yəni, heç bir bəndə düşünməsin ki, şər edərək bir başqasının həyatını məhv edə biləcək. Əsla. Məhv edə bilərsən, risklərini ala bilərsən. Amma o insana artıq risklər lazım olmur ayağa qalxandan sonra. Ona daha yüksəyə lazım olur. Ona görə sadəcə sənə təşəkkür olunur ki, çox sağ ol ki, o pisliklə məşğul olursan. Çünki sənin o pisliyin məni yüksəkliyə aparır. Və dayanmadıqca sənin o pisliyin səni dibə aparır. Bunu unutmayaq. Allah bizə qəlb verib, ruh verib və onu gözəlləşdirməklə məşğul olaq. O şeytan insanın sən də enerjisinə düşərək ona da pisliklə cavab versən pisliyinə. Çünki sən onun tayısan. Sən ondan artıq heç kimsən. Və bu enerji də səni daim sınayır. Və düşünməyin ki, niyə Allah onu yaradıb elə şeytani enerjidə, falan kəsi mələk enerjidə? Düşünmə. Çünki sən o yolu seçmişsən. Sənin o karmandır və bu karma, üstəlik bu karma ilə növbəti etapında davam edəcəksən. Dəyişmədikcə, həyat yolunu, prinsiplərini dərk etmədikcə o şeytani enerjidən çıxmayacaq, o pislikdən çıxmayacaqsan. Değil mi?
Gər, çıxıb, dərk edib, labirintdən çıxdığın halda həyatının döngüsü dəyişir. Mübarizədəyik. Hər şeyi mübarizə edirik. Üstünlüyü, kimsə məndən üstün olmasın, kimsə onu eləməsin, kimsə bunu bacarmasın. Üstünlük bizi heç yana, maddi aləmdəki üstünlük, maddi aləmdəki bizim mənasız olan üstünlüyümüz sadəcə məntiqi səviyyədə başqalarına sübut etməyimiz ki, bu adala aid, məsələn, bu diplom almışam, bu maddi aləmdə nədir? Bu sertifikatı almışam, diplom almışam, təhsilim budur, düzdürmü? Sən amma o şeydə o potensialın yoxdur, düzdürmü? Bu yalan bir şeyin üzərində almısan da. Məsələn, məktəbdə necədir? 5-ə bilməyən uşağı 2 yazırıq normalda, düzdürmü? 2-yə biləni 5 yazsaq, artıq yəni biz onu dəyişirik də, düzdür? 2-yə bilir uşaq, amma 5 yazırıq. O uşaq maddi aləmdə hansı sahəyə gedib çatacaq? Özünü təsdiq, o qiymətdən asılı olaraq həyatını yaşamaq, o diplomdan, sertifikatdan, o statusdan, o paqondan, nədənsə də bir kreslodan asılı olan bir insan hansı etapa keçə biləcək mənəvi aləmə? Heç bir şeyə. Elə də pul. Sənin pulun ola bilər. Çox yaxşı pulun var, amma gizlətmək üçün nə edirsən? Yoxumdur. Çatmır. Əslində sənin kasıb enerjinə yoxdur. Mənəvi aləmə qoyduğun hər bir pul səni çoxalır. Səni dəyərli göstərir. Sən bu maddi aləmdə fikirləşirsən ki, sən bunu terapiya verdin, apardın, boş yerə atdın. Sən o qədər kasıbsan ki, ruhun o qədər kasıbdır ki, mənəvi aləmə xərclədiyin pulu düşünürsən ki, o batır. Amma maddi aləmə, gəzməyə, yeməyə, bir masaya oturduq restoranda, düzdür? 300 manat şot gəldi, hesab gəldi. Belə şoka düşürsən. Nə yedim ki mən? Amma sən başa düşmürsən ki, sən aldanılmadasan. Sən yanlış yoldasan. Sən ona görə 300 manat cəza gəldi əslində. Yediyin bir şey yoxdur, doyduğun bir şey yoxdur. Əslində 300 manat səni şoka salır ki, mən heç nəyim. Bax, burada itirirsən, bunun fərqində deyilsən. Çünki sənin o gözün açıq deyil. Sən həyatı belə bağlı yaşayasan və sənə düşdüyün yollarda düşürsən, Allah səni salır bu şeyə. Problemin içinə ki, dərk edəsən də niyə bu belə oldu tərəziləri. Necə ki, məntiqdə filan şey, filan kəsi belə günahlandıra bilirsən. Nəysə, kiməsə narsist xarakterinə uyğun başqasını günahlandıra bilirsən, amma özündə günah axtara bilmirsən. Və bu da cəzalar daim olur. Həyatın boyu bu cəzalar sənə gəlir. Münasibətlərdə insanların maddiyyatla bağlı problemlər, məsələn, sənə yəni maddiyyatla bağlı nələrsə yaranır, işlərin yolunda getmir və bu sənə məntiqi cəzadır. Əgər sən məntiqi o qədər güclüdürsə, səndə bu problemlər olmamalıydı da. Sən düşündüyün insanla yaxşı münasibətdə, məsələn, o əşyanı alıb satanda sən itirməməliydin əslində. Və yaxud da ki, kiməsə verəndə qazanmalıydın əslində. Düzgün, yox, maddiyyatı ölçüb biçirsənsə bu həyatda. Amma hər şey sən istəsən də istəməsən də enerji idarədir. Maddi aləmdə düşündüyün, ölçüb biçdiyin, vurduğun, çıxdığın hər şeyi enerji idarədir. Beləcə də, yəni sən sadəcə bunları bilə bilmirsən, ona görə ki, necə ki, kitabı kör-kör oxuyuruq, görə oxuduq, qutardıq, gözümüzün qabağında bir kitab oxuduğumuzu kimsə sübut edər və görək, düzdürmü? Amma oxuyub qutarandan sonra nə nəticə, nə düşüncə, yeni bir fikir, yeni bir sətir beynində formalaşmadı da sənə uyğun. O zaman sən boş-boş ora görsəl üçün, kiməsə özünü sübut etmək üçün o sertifikatda, o kitabda, kiməsə özündəki bir şeyi sübut edim, olmayan bir şeyi sübut etmək kimidir. Bu da elədir. Yəni, o pul ki, sən həzz almırsan xərcləyəndə və narahat olursansa, sən kasıb enerjisindəsən, kasıb ruhundasan və heç bir zaman görünüşündə olmaq istədiyin varlı enerjisi yoxdur. Pullu enerjisi yoxdur. Daim kasıb enerjisini. Nə alırsan, nə baha alırsan, al, daim kasıb enerjisini. Çünki ruhuna gələndə xərcləməkdə. Xəstəlikə çox yaxşı. Məsələn, həkimə gedirik, dərman yazdısa, biz onu atırıqsa, bu maddi də görsən, düzdürmü? Biz sağalacağıq. Dərman atıb, dərman. Amma psixoloqa gələndə nə edəcək ki, söhbət edərək sağaldacaq, xəstəlik sağaldacaq. Bunu düşünmək, bunu düşünmə tərzi olmaq mənəvi aləmi olmayan bir insandır və enerji necə işləyir onu da bilməyən insandır. Həyatın enerjiden ibarət olmadığını və maddiyyatdan ibarət olduğunu dərk edən insandır. Enerjinin heç bir yolu yoxdur deyə də bilmədim.
Bu qədər.